Salam değerli izleyiciler, aziz dostlar. Binə qəsəbəsi, Binə Salxoz yolunun üstündə. 160'ın 30-40 metrdə. 160 və buradan keçir maşının yanından. Bir dənə 4 otaqlı 2 sot yarımda paşdı. Sizə təqdim edirəm. Bu həyətyanı sahəsinə rahatçılıqla gördüyünüz kimi bir 3-4 maşın daxil ola bilir. Bir padvala da bir 2-3 dənə maşın gedir. Yatmalarına baxın. Hamısı 5.25-40 santdan. Burada gəldi ki, burada isə kəməri. Evin altında oxşu kəməri var. Ev köhnə tikilidir, tam oturmuş evdir. Ancaq bunun remontu yenidir. Qəşəng həyətyanı sahəsi ağlarla yığılıb. Padvalın da 2 girişi var. Bir giriş buradandır, qaraj hissəsi. Bir girişdə buradandır. Daxil oluruq evə. Daxil olan kimi 3 daş buradandır. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 daş. Buradan bu ayaqqabı polkası, kombi xətlərinin yeri hamısı qaydasındadır. Və banın giriş hissəsi çorna katına kimi hamısı da var. Və banın girişdə buradadır. Sağda mətbəxdir. 4-ün 5-i girməyə, rovna ölçünü deyirəm. Burada 4-ün 4-ə digər bir otaq. Burada 4-ün 4-ə digər bir otaq. Bura sanitarla sanuz ev. Burada 4-ün 4 yarıma digər bir otaq. Burada 4-ün 8-ə qonaq otağı, sənət sərəncam, su qaz işıq hamısı da var. Demək ki, mərkəzi yolda bu da buradır. 20-30 metrli. Reallıq olsa qiymətdə endirim olacaq. Birinci 115 min olub, indi isə 105 min təccili satıldığına görə. Amma yenə də endirim olacaq.